Hər vaxtınız xeyir. Deməli, biz bugün funksiyalar mövzusuna baxırıq. Çox istəmişdiniz deyə. Dərslərimizə qoşulmaq üçün əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək. Uşaqlar, baxın, funksiyaları mən çox belə deyək də terminlərdən istifadə etməyərək izah eləməyə çalışacağam. Çünki özüm necə öyrənmişəmsə, elə öyrədəcəm sizə. Düşünürəm ki, onda başa düşəcəksiniz. Bu funksiya çoxunun yaralı yeridir. Baxaq. Uşaqlar, funksiyalarda biz bilməliyik təyin oblastı, bir də qiymətlər oblastı və yaxud da qiymətlər çoxluğu. Baxın, yazıram buradan. Deməli, bizim 2 dənə olacaq terminimiz. İlkin terminlərimiz olur təyin oblastı və qiymətlər oblastı. Uşaqlar, təyin oblastı x-in aldığı qiymətlərdir. Yəni, x-in aldığı, ala biləcəyi qiymətlər təyin oblastıdır. Qiymətlər oblastı isə ya da qiymətlər çoxluğu da deyilir. Qoy bura çoxluq da yazım. Olur y-in, yəni f(x)in funksiyanın aldığı qiymətlər oblastı adlanır. Bunu da belə bildik. Uşaqlar, indi biz burada səhv etmirəmsə 3 ya da 4-cü bölməyə aid indi sual tiplərini izah edirəm. Təyin oblastını soruşur, qiymətlər oblastını soruşur. Yəni sizə funksiya verir, deyir ki, bunun təyin oblastını tap. Ya da qiymətlər oblastını. Nümunələrlə izah eləyəcəm ki, yaxşı başa düşəsiniz. Baxaq. Deməli, təyin oblastını taparkən diqqətli ol, diqqət. Be attention. Nəylərə baxmalıyıq, nəyə fikir verməliyik? Qayda yazıram. 1. Nömrə 1. Sənə funksiyanı necə verib? Məsələn, bizə bir funksiya verib. Y bərabərdir 5x üstə gəlinsin 7. Düzdür? Uşaqlar, x 0 da ola bilər burada. Yəni 5 də ola bilər, 10 da ola bilər, -5 də ola bilər. İstənilən qiymət ala bilər və x-a uyğun da y istənilən qiymət ala bilər. Yəni bir sərhəddim yoxdur. Sərhəddim yoxdursa, müəyyən bir qaydam yoxdursa, onda təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluq. Bütün qiymətləri ala bilər. Yəni belə bir funksiya düşsə, desə ki, təyin oblastını tap, cavab budur. Qutardı, getdi. Bəs harada diqqətli olarıq? Okey, gəlin baxaq. Məsələn, bizə bir dənə də belə bir sual versin. Məsələn, versin ki, y bərabərdir. Yaza bilərəm nə? Məsələn, 5x çıxılsın 2, bölünsün 2x çıx 8. Belə bir sual verib bizə. Mənim surətim, okey, istənilən qiymət ala bilər. Bir sərhəddim yoxdur. Amma məxrəcim? Məxrəclə bağlı mən bir qayda bilirəm. Məxrəc 0-a bərabər ola bilməz. Düzdür? Onda mən yalnız bunu edəcəm. Baxın, 2x çıx 8-i. Yəni, məxrəcimi 0-dan fərqli götürərəm. Buradan tapıram nə? 2x-in fərqliymiş 8-dən. Buradan da çıxır ki, x-im da fərqliymiş 4-dən. Düzdür? Deməli, x-im yalnız 4 qiymətini ala bilməz. Qaydamıza əsasən, riyazi qaydamıza, nəzəriyyəmizə görə bilirik ki, x-im 4 almaz. Aha, yaxşı, bunu bildim. X-im 4 almırsa, onda mənim bərabərsizliyim necə olacaq intervalım? Mənfi istənilən qiymət ala bilər. Mənfi sonsuzluqdan 4-ü almaz. 4-ə qədər birləşəcək 4-dən müsbət sonsuzluğa. Cavab budur. Bu arada tövsiyə eləyərəm ki, uşaqlar, bərabərsizlik dərsini zəif bilirsinizsə, onu yaxşı öyrənin, ondan sonra funksiyaya qulaq asın. Çünki birinci bölməni demək olar ki, yaxşı bilməyən uşaq ikinci bölməni öyrənə bilməyəcək. Bir-biri ilə çox əlaqəlidir. Bunu qeyd edeyim. Okey. Baxın, bunun da təyin oblastını istəsə cavabımız olacaq belə. Həllimiz də yalnız qısa. Baxın, budur həllim. Qutardı, getdi. Aydın oldu bu da. Yaxşı. İndi baxaq üçüncüyə. Üçüncü nədir? Uşaqlar, üçüncü isə kök altıdır. İndi bəziləriniz məncə artıq təxmin elədi. Məsələn, kök altında bizə versin ki, 4x çıx 16. Düzdür? Və köküm n dərəcədən olsun. Əgər n cüt dərəcədirsə, məsələn, 2-ci dərəcə, 4-cü dərəcə, 6-cı dərəcə cütdürsə, kökün altı müsbət olmalıdır. Yəni, x-im istənilən qiymət ala bilməz. Kökün altını mənfiyə çevirən qiymət ala bilməz. Onda kökümü mən böyük bərabər 0 götürərəm. Baxın, kökün içini. Bunda gəlin kök altını buradan yox eləyək. Müsbət götürərəm. Buradan çıxar ki, 4x-im kiçik bərabərdir 16. X-im da, daha doğrusu, böyük bərabərdir nədən? 4-dən. Düzdür, hər tərəfi 4-ə böldüm. Onda baxın, daxildir. 4-dən
müsbət sonsuzluğa qədər qiymətlər ala bilərmiş deməli bu funksiya. Əgər n cüt olarsa, yox əgər n tək olarsa uşaqlar, yenə də mənim cavabım x daxildir, mənfi sonsuzluq, müsbət sonsuzluq olacaqdı. İstənilən qiyməti ala bilərdi. Amma cüt dərəcədirsə, böyük bərabər 0 götürüb elə həll etmək lazımdır. Yəni bu qədər sadə. Düşünürəm ki, bir problemimiz yoxdur bura qədər. Gəlin gedək indi qiymətlər oblastına. Qiymətlər oblastını taparkən nə etmək lazımdır? İmtahana düşən tipdə suallardır uşaqlar demək olar ki. Uşaqlar, məsələn, bizə belə bir funksiya verər. Qiymətlər oblastını istəyirsə. Yenə deyirəm. Qiymətlər oblastını taparkən diqqət. Məsələn, bizə verib y bərabərdir ax kvadrat üstəgəl bx üstəgəlinsin c. Yəni, ixtiyari belə bir funksiya verib. Düzdür, uşaqlar? Əgər bu funksiyanın qiymətlər çoxluğu desə ki, hansı aralıqdır, hansıdır, onda mən onu tapmaq istəsəm, təbii ki, n qaydası hamının ağlına gəlir. Yəni, n bilirəm ki, y-in aldığı qiymətlərdir. Yəni, qiymətlər çoxluğu. N-i tapıram. N-i tapsam, n-imin düsturu necə idi? 4ac çıxılsın b kvadratı bölünsün 4a. Yəni, bu tipdə 5x kvadratı, məsəl üçün, üstəgəl 7x, üstəgəlsin 10. Məsələn, belə bir funksiya veribsə, n-i taparsınız, uşaqlar. Və əgər, aralığı necə quraram? Əgər a müsbətdirsə, yəni x kvadratının əmsalı müsbətdirsə, bizim formulamız olacaq belə. Transkripsiya n-dən müsbət sonsuzluğa qiymətləri alır. N ən kiçik qiyməti də bilirik. Əgər mənfi olarsa, məsələn, bu mənfi 5 olarsa, onda isə mənfi sonsuzluqdan n-ə qədər olan qiymətlər alacaq. Bu qədər. Yəni, düstur bizə belə elə formula olaraq düşsə, bu şəkildə yazacağıq. Əgər ki, elə bunun üzərində izah edirəm, əgər ki, bizə funksiyanı kök altında verərsə, onda yenə də a müsbətdirsə, kök altında n-dən müsbət sonsuzluğa, mənfidirsə, mənfi sonsuzluqdan kök altında n-ə. Yadınızda qalsın. Amma biri də var ki, indi bu belə deyək də, kvadratik tənlikdir, düzdür? Kvadratik funksiya deyək. Onda, bəs bizə xətti funksiya versə nə olacaq? Xətti funksiya, uşaqlar, məsəl üçün, y bərabərdir, bayaqları yazmışdım, neçə idi yadımdan çıxdı, 5x üstəgəl 7 idi deyəsən, bayaq yazdığım. Baxın, məsələn, burada. X-im istənilən qiyməti ala bilərdi də. Əgər uşaqlar x istənilən qiyməti alırsa, y də istənilən qiyməti ala bilər də x-ə uyğun. Yəni, mənim təyin qiymətlər oblastımı taparkən də buradakı, məsəl üçün, belə bir funksiya versə, y-im də istənilən qiyməti ala bilər. Ancaq ki, bu ifadə kök altında olarsa, bax, uşaqlar burada çaşdırır. Uşaqlar, kök altındadırsa bu ifadə, kök altındadırsa, sizdən x-i istəmir götürüb böyük bərabər 0 yazıb həll eləyirsiniz. Xeyr, y-i istəyir. Y-in kökdür. Vəsə, qiymət nə olmalıdır? 0-dan müsbət sonsuzluğa. Cavab 0 daxildir. Müsbət sonsuzluq. Cavab budur. Qutardı, getdi. Yəni, burada başqa nəsə etmək lazım deyil, uşaqlar. Aydındır. Bu da belə. Bir də uşaqlar, Koşi bərabərsizliyi var. Koşi bərabərsizliyi yalnız funksiya dərsində qarşımıza çıxmayacaq. Ona görə yaxşı öyrənin. Ümumiyyətlə, Koşi bərabərsizliyinin gəlin düsturunu yazaq. Düsturumuz a üstəgəlinsin b böyük bərabərdir. Kök altında 2, 4ab-dir, 2 belə. Bu şəkildə. Bunun, belə deyim, uşaqlar, isbatı da var. Ancaq düşünürəm ki, lazım deyil vermək. İstəsəniz verərəm. Nə vaxt istifadə edirik? Bax, uşaqlar, kvadratik bir məxrəci də kvadratik bir dəyişəni olan funksiya olanda, indi deyirsiniz, ay müəllim, siz nə danışırsınız? Gəlin göstərim. Məsələn, belə bir funksiya verib. 3x kvadrat üstəgəlinsin 12 bölünsün x kvadrat. Belə bir funksiya verib. Deyir ki, bunun qiymətlər oblastını ya da qiymətlər çoxluğunu tap. Qısaca y-in qiymətini istəyir. Düzdür? Bizim burada həmin bu kvadratlar verilibsə, bu hissəmiz adlanır A, bu hissəmiz adlanır B. Gətirib düsturda, baxın, bu düsturda yerində qoyaq. Olacaq 3x kvadrat üstəgəl 12 bölünsün x kvadratı böyük bərabərdir 2 kök altında.
3x kvadrat vurulsun 12 bölünsün x kvadratı. Düzdür? Burada da x kvadratlar ixtisar gedir. 3 vurulsun 12 qalır. Bu da nə deməkdir uşaqlar? 36 eləyir kökümün içi. Kökdən də 6 çıxır da. Yəni 3x kvadrat üstə gəl. 12 bölü x kvadratım böyük bərabərdir. 2 kök altında 36. Buradan da 6 çıxanda 2 vur 6 12. Deməli 12-dən başlayaraq müsbət sonsuzluğa gedirmiş. Başa düşdünüz? Çünki böyüdür bu ifadə. Ümidvaram hər kəsə aydın oldu. Yəni bu tipdə düşsə belə yazacağıq. Okey. Yəni artıq biz 4-cü bölmədə dediyim kimi məncə bu suallar 4-cü bölməni demək olar ki, bütün testlərini bildiniz. Bir də nəzəri olaraq qeyd edeyim. Əgər sualda sizə desə ki, funksiyanın sıfırlarını tap, onda bilin ki, uşaqlar, sizə deyir ki, yəni bu funksiyanı sıfıra bərabər et, x-in qiymətini tap. Bu deməkdir. Yəni funksiyanın sıfırları, yəni funksiyanın kökləri. Gəlin indi biz baxaq tək funksiyaya və cüt funksiyaya. Tək və cüt funksiyalar nədir? Əgər fx məsəl üçün bizə bir fx funksiyası verilib, tək funksiyadırsa, yalnız bunu bilməliyik. Yəni imtahanda demək olar düşəndə belə suallar düşür. F mənfi x verib tutaq ki, əgər bu tək funksiyadırsa, mənfi keçəcək qabağa, olacaq mənfi fx. Yəni sualları işləyərkən yəqin ki, fikir vermisiniz uşaqlar. Okey, bu belə. İndi nümunə olaraq da deyərəm necə düşür. Qrafikləri ilə gəlin tanış olaq. Tək funksiyanın qrafiki, baxın uşaqlar. Bu bizim olsun koordinat müstəvimiz. Baxın, tək funksiyanın qrafiki budur. Gördünüz? Yadda saxlayın. Əgər ki, bizdən cüt funksiyanı istəsə, bu arada bir belə, bir də əyrimizi də göstərək. Baxın, belə. Bu bizim tək funksiyamız oldu. Gəlin, silmədən yazım, qeyd eləyərsiniz. Y, x. Biri də bayaqları necə göstərmişdik bu şəkildə. Tək funksiyalarımız uşaqlar adından göründüyü kimi tək dərəcəli funksiyalardır. Məsələn, y bərabər x olsun, y bərabər kx olsun, y bərabər x kubu olsun, x üstü 7 olsun. Baxın, bunlar tək funksiyalardır qısaca. Və bütün trigonometrik funksiyalarda yalnız kosinus x istisna olmaqla hamısı təkdir. Yəni sinus x, tangens x, kotangens x. Bunlar tək funksiyalardır. Yadımızda qalsın. İndi uşaqlar tək funksiyanı bildik. Gəlin bir dənə də cüt funksiyaya baxaq. Uşaqlar, cüt funksiya nədir? Cüt funksiyada isə mənfi udulur. Yəni mənfidirsə içəridə bu fx olacaq. Bu şəkildə o mənfini udacaq. Cüt funksiyanın da qrafikləri ilə gəlin tanış olaq. Yx. Baxın, bunlar cüt funksiyanın qrafikləri olacaq. Biraz səliqəsiz yazdım. Çox sorry. Deməli, bunu qeyd eləyərsiniz. Gəlin, indi cüt funksiyaya uyğun da tanış olaq. Bizim hansı funksiyalarımız cüt funksiyalardır? Təbii ki, cüt dərəcəsi olan var. Məsələn, x kvadratı. Dediyimiz kimi, kosinus x da cüt funksiyadır. Ondan sonra sinusun kvadratı cütdür uşaqlar. Yəni, sinus kvadrat x-dan gedirsə söhbət, bəli, o cüt funksiyadır. Modul x da cüt funksiyadır. Bir də uşaqlar, sərbəst. Məsəl üçün, y konstant. Bu da cüt olur. Yadınızda qalsın. Yaxşı, yəni, məsəl üçün, bir dəyişən veribsə sizə, x olmayan sərbəst hədd, onda o funksiya cüt ola bilər. İndi gəlin, necə sual düşər, ona baxaq. Bir, bu təklik cütlüklə bağlı, tək dərəcə, cüt dərəcə. Bir də həmin bu mənfinin udulma söhbəti ilə bağlı. Baxın, uşaqlar, imtahan sualıdır. Məsələn, elə sizə verir ki, fx bərabərdir 7-yə, düzdür. Bir dənə də verər ki, f mənfi x bərabərdir 10 götürüm. Sorry, f mənfi x yox. Bu hissədə yazmayaq, buna da fy deyək. Bax, uşaqlar, məsələn, bizə verər ki, 3f mənfi x üstə gəlinsin 4fy bölünsün 2f(x) çıxılsın 5f mənfi y. İndi bilmirəm necə bir cavab çıxacaq burada. Özümdən yazdım.
bərabərdir. Uşaqlar və bizə verib ki, fy cüt funksiyadır. Bax yazıram. Fy cütdür. Fx təkdir. Özü bizə bunu şərtdə verib. Düzdür? Okey. Əgər fx təkdirsə, mənfini verəcək qabağa. Yəni bu olacaq -3 fx üstəgəl 4 fy bölünsün 2 fx. Baxın, f -y-dir. Amma fy necə funksiyadır? Cüt. Onda mənfini udacaq. Yəni çıx 5 fy olacaq bu. Sonra qiymətlərimizi gətirib yerində qoyacağıq. Fx-im neçə idi? 7. Bu da mənfi olduğundan -3 vurulsun 7. Üstə gəlinsin. 4 vurulsun fy-im 10 idi. Bölünsün 2 vurulsun 7 çıxılsın 5 vurulsun 10. Bu da bizim olacaq cavabımız. Yəni bu udulma, mənfini aparma məsələləri oldu belə. İndi bir də belə bir suala baxaq. Yəni imtahana düşə biləcək tipdə. Məsələn, bizə belə bir sual verir. Y bərabərdir a üstə gəlinsin 2x kubu çıxılsın a çıx 6x kvadrat üstə gəlinsin 5x və üstə gəlinsin 2a çıx 12. Düzdür? Deyir ki bizə a-nın hansı qiymətində bu funksiya tək funksiyadır. Bax, tək olsun deyir bu funksiya. A-nın hansı qiymətində? Uşaqlar, tək olmaq üçün gərək biz cütləri neyniyək? Sıfıra çevirək. Gəlin cütlərimizi tapaq. Bax, bu x kubudur. Bu funksiya. Deməli, bu olacaq tək, kvadratdır, cüt, tək dərəcədir. Onda tək funksiyadır. Sərbəst həddə bayaq nə dedik? Cüt olur. Onda biz cütlərimizi sıfır etməliyik. Onda cütümüzü sıfıra çevirən nədir? A çıx 6-nı sıfır edən qiymət elə A-nın 6 qiymətidir. Həmçinin burada da o şərt ödənir. Bu qədər sadə. Yəni bu funksiyaları da bilməyin bir müsbət tərəfi budur. Uşaqlar, bir də ki, nə tək, nə də cüt funksiyalarımız var. Bunlara da nümunə olaraq, yəni qaydada da öyrənə bilərsiniz. Məsələn, kökaltı funksiya nə tək, nə də cütdür. Ya da ki, 5x üstə gəlinsin 4 olsun. Nə tək, nə də cütdür. Kvadratik funksiya bayaq yazdığımız ax kvadrat üstə gəl, bx üstə gəlsə, nə tək, nə də cütdür. Bir də ki, üslü funksiya. Məsəl üçün, 3 üstü x olsun. A üstü x funksiyası belə deyək. Nə tək, nə də cüt funksiyadır. Sonra, gəlin indi də baxaq artan və azalan funksiyaya. Artan funksiya nədir? Azalan funksiya nədir? Uşaqlar, belə deyək, artan funksiya düz mütənasiblik qaydasına uyğundur. Azalan funksiya da tərs mütənasiblik qaydasına uyğundur. İndi mən nə demək istədim? Məsələn, bizim əgər fx funksiyamız artan funksiya olarsa, artan funksiya. Onda tutaq ki, qısa qiymətlər deyirəm. Məsələn, fx-im bərabərdir bir a olsun da. Əgər x-ima verdiyim birinci qiymət, bu da olsun x-ima verdiyim ikinci qiymət. Düzdür? Bu da olsun funksiyanın birinci aldığı qiymət, bu da olsun ikinci aldığı qiymət. Əgər birinci verdiyim qiymət ikinci verdiyim qiymətdən böyükdürsə, onda birinci funksiyamın qiyməti daha böyük olar. Əgər belədirsə, bu artan funksiyadır, yəni düz mütənasib. Əgər ki, yox, tərsinə, birinci verdiyim qiymət ikincidən çoxdur, amma funksiyamın qiyməti ikinci daha böyükdürsə, bu adlanacaq azalan funksiya. İndi deyərsən, mənim necə olur? Gəlin göstərsin müəlliməniz necə olur. Məsələn, tutaq ki, y bərabərdir, bizə versin 5x. X-ima bir dəfə 1 deyirəm, bir dəfə 2 deyirəm. 1 desəm, y-im nə olacaq? 5, 2 desəm 10. Gördünüz, x-imin qiyməti artdı, y-imin qiyməti artdı. Deməli, bu artan funksiyadır. Amma biri də var ki, 1 bölünsün 5, belə deyək, bunu məxrəcdə verək. 5x. X-in biri də var, məxrəcdədir. Okay. X-ima 1 desəm, cavabım 1 bölünsün 5-dir. Düzdür? Amma x-ima 2 desəm, cavabım 1 bölünsün 10-dur. Hansı böyükdür? 1 böl 5. Gördünüz? Əslində, x-larımda 2 1-dən böyükdür. Ancaq ki, birinci qiymət ikincidən daha böyük oldu. Deməli, onda bu funksiya azalan funksiyaymış.
azalan silsilə kimi də baxa bilərsiniz uşaqlar. Yəni qiymətlər artanda funksiya azalırsa, bu azalan funksiyadır. Amma artdıqca artırsa, artan funksiyadır. Yadınızda qalsın. Yaxşı, bu bizə necə düşür bəs? Artan, azalan testlərdə. Əsas testlərdir də. Qaydanı yoxsa hamı professordur, bilir. Məsələn, bizə fx funksiyası verib. Deyir ki, bu fx funksiyası azalan funksiyadır. Və sizə deyir ki, bu fx funksiyasının qiymətlərindən hansı ən böyükdür və variantlar verib. Yəni deyir ki, ən böyük fx-i tap. Ən böyük fx-i tap deyir. Okey, bizə verib A variantında verib f5. B variantında verib f3. C-də verib f4. D-də də versin f8. Uşaqlar, bu necə funksiyadır? Azalan və nəyin ən böyüyünü istəyir? Fx-in ən böyüyünü. Əgər fx-imin ən böyüyünü istəyirsə, azalan funksiyadırsa, onda x-imin qiyməti ən kiçik olmalıdır. Burada da ən kiçik hansıdır? f3. Əgər ki bu azalan yox, artan funksiya olsaydı, baxın, artan funksiya olsaydı, onda fx-imin ən böyük qiyməti, x-imin də ən böyük qiyməti idi. Okey, onda cavab olardı f8. Ümidvaram hər kəsə aydın oldu. Yəni, sualda da düşəndə bu tipdə düşür uşaqlar. İndi gəlin funksiyanın növləri ilə, xəstələri ilə tanış olaq. Bizim var xətti funksiyamız. Birinci bölmə. Xətti funksiya. Gəlin görək, nədir bu xətti funksiya? Uşaqlar, xətti funksiyanın formulu kx plus b-dir. Düsturları, yəni onların formullarını yadda saxlamalısınız. Ümumiyyətlə b həmişə belə deyək də, sərbəst hədd həmişə y oxunun kəsildiyi nöqtədir. Yəni nə demək istəyirəm? Bunu qrafik üzərində öyrənsəz yaxşı olar. Məsələn, xətti funksiyamızın gəlin grafikini çəkeyim, olsun belə. Düzdür? Baxın, y oxunun kəsildiyi nöqtə sərbəst hədddir, yəni b. Xətti funksiyanın qrafiki də düz xəttdir. Yadınızda qalsın. Rüblərimizi qeyd etsək, birinci rüb, ikinci rüb, üçüncü və dördüncü rübdür. K bizdə adlanır bucaq əmsalı və K tangens alfaya bərabərdir. K bərabərdir tangens alfaya. Məsələn, burada baxın, bu hissədə yaranan alfa bucağı K-nın qiyməti olacaq. Okey, onda K ilə bağlı bir-iki qaydaya baxaq. Məsələn, K-nın rübbün təyin eləyin deyə bilər. Daha doğrusu müsbətliyin, mənfiliyin təyin eləyin deyə bilər. B-ni rahat təyin eləyə bilərik. Əgər y-i müsbətdə kəsibsə müsbətdir, mənfidə kəsibsə mənfidir. Amma burada K-nı təyin eləmək üçün, əgər K müsbət olarsa, onda deməli bu funksiya birinci, üçüncü rübdən keçib uşaqlar. Deyər ki, K müsbətdir, funksiyanın grafikini çək, birinci, üçüncü rübdən keçməlidir. Ya da deyər ki, funksiyanın grafikinə baxarsınız, 1 ilə 3-dən keçib, ən sona bir də başlanğıca və sona baxmaq lazımdır. Birinci, üçüncü rüb keçib, okey, K müsbət. Əgər 2-dən, 4-dən keçibsə, K olmalıdır mənfi. Yadımızda qalsın. Burada elə də çətin bir şey yoxdur uşaqlar. Bir də ki, qrafiklərlə işləməyi bilmirsinizsə, mənim səhifəmdə qrafiklərlə bağlı ayrıcı izah videosu var. Ona baxa bilərsiniz. Yəni, bu bizim xətti funksiyamızdır. Sonra danışa bilərik kvadratik funksiyadan. Kvadratik funksiyanın, gəlin, yenə deyirəm, qrafikini çəkək. Qısa məlumat verəcəm, çünki səhifəmdə bu qrafiklərin daha geniş izahı var, keçid edərsiniz. Bir də gəlin formulasını yazaq. Ax kvadrat üstə gəlinsin, bx üstə gəlinsin c. Baxın, sərbəst həddimiz bu dəfə c-dir. Deməli, y-in kəsildiyi nöqtə olacaq c. Qrafiki də baxın, olur bu şəkildə. Baxın, y-in kəsildiyi nöqtə, bu nöqtəm artıq olacaq c. İşarələri də müəyyən etmək üçün səhifəyə keçid edə bilərsiniz. Və məsəl üçün bunun
təpə nöqtələrini tapın deyə bilər. Ümumiyyətlə təpə nöqtə deyəndə həmişə M, N düsturu ağlınıza gəlməlidir uşaqlar. M həmişə X-a uyğun gəlir. N isə Y-ə. M-in düsturu olur mənfi B bölünsün 2A, N-in düsturu olur 4AC çıxılsın B kvadratı bölünsün 4A. Yerində yazaraq bunları tapmaq olar. Və A-nın müsbət mənfi qiymətində bayaqları qiymətlər oblasını tapmaq üçün qeyd etmişdim necə tapmaq lazımdır. Bundan sonra uşaqlar, yəni tərs funksiyadır, tərs mütənasib funksiya, kökaltı funksiya, bunların da hər birini dediyim kimi vermişəm. Qrafiklər izahında baxarsınız. Gəlin biz indi mürəkkəb funksiya ilə tərs funksiyaya baxaq. Mürəkkəb funksiya nədir? Tərs funksiya nədir? Uşaqlar, mürəkkəb funksiya, məsələn, bizə belə bir funksiya versin. F, Y bərabərdir. Bizə verib, məsəl üçün, F, J, X. Bax, bu funksiyanı tapmağımızı istəyir. Bu bizim mürəkkəb funksiyamızdır və yaxud da belə də yazılır bu. Bu şəkildə də yazıla bilər. Mürəkkəb funksiyanın yazılışıdır. İndi gəlin baxaq. Məsələn, bir dənə fx funksiyası götürək. Olsun 2x çıxılsın 7. Bir dənə də jx funksiyası götürək. Bu da olsun 6x üstə gəlinsin 5. Düzdür? Bizdən istəyir f(jx). Uşaqlar, burada fx olmalıdır da. X-in yerində jx durub. Deməli, mən f funksiyasında x-in yerində jx-in qiymətini yazmalıyam. Yəni, buna x kimi baxmalıyam. Gətirib, burada yerində yazarım. Onlar 2 vurulsun. 6x üstə gəl 5, çıx 7. Bərabərdir 12x üstə gəl 10, çıx 7. Bu da olar 12x üstə gəlinsin 3. Bu da oldu mənim mürəkkəb funksiyam. Gördünüz, çətin bir şey yoxdur. İndi bunun bərabərliyin filan şərtdə özü versə, daha rahat tapmaq olar. Biri də var tərs funksiya. Tərs funksiyanı necə taparıq? Deməli, ilk növbədə y-i x-la əvəz etmək lazımdır. İkinci növbədə oradan y-i tapmaq lazımdır. Qutardı, getdi. Vəziyyət budur. Yaxşı, necədir bəs? Məsələn, yazaq. Y bərabərdir 3x üstə gəlinsin 8. Deyir ki, bu funksiyanın tərsini tap. Y üstün mənfi 1-i də tap deyə bilər. Tərsini də tap deyə bilər. Eyni şeydir. Birinci nə yazmışam? Y-i x-la əvəz elə. Gəlin əvəz eləyək. Yəni, x bərabərdir 3y üstə gəl 8. Gördünüz, yerlərini dəyişdim. Okay. Sonra yazmışam ki, y tap. Gəlin tapaq. X çıxılsın 8 bölünsün 3. Bərabərdir y. Qutardı, getdi. Deməli, bu funksiyanın tərsi oldu bu funksiya. Bu qədər sadə. Ümidvaram aydın oldu. Qrafik izdahları üçün də qrafik videomdan keçid edə bilərsiniz. Uğurlar hər birinizə uşaqlar.